Depressiya və iman məsələsi. Depressiya hər il dünyada milyonlarla insana təsir edən psixi sağlamlıq pozuntusudur. Statistik göstəricilərə görə 16 yaşdan yuxarı hər 5 nəfərdən biri depressiya və ya təşviş əlamətləri yaşayır. Bu da onu dünyada ən geniş yayılmış psixi pozuntulardan birinə çevirir. Bəzi insanlar arasında belə bir fikir yayılmışdır ki, depressiya sırf mənəvi hadisədir və həqiqi imana malik olan şəxs bu xəstəlikdən qorunur. Bu baxışa görə depressiyadan əziyyət çəkən insanın imanında zəiflik var və onun problemi Allaha münasibətini düzəltməklə aradan qalxa bilər. Lakin məsələni diqqətlə araşdırdıqda bunun hər zaman belə olmadığını görürük. Din və psixi dözümlülük. Elmi araşdırmalar göstərir ki, dini inancıl olan insanlar ümumiyyətlə stres, təşviş və depressiya ilə daha yaxşı mübarizə aparırlar. Bunun səbəbi ondadır ki, iman insana qarşılaşdığı çətinlikləri mənalı bir çərçivədə dərk etməyə imkan verir. İnsan nə qədər mənəvi baxımdan güclüdürsə, sarsıntılardan bir o qədər az zərər görər. Quran-Kərimdə buyurulur: "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar." Lakin bu ayəni xüsusilə psixi sağlamlıq kontekstində düzgün anlamaq vacibdir. Ayə göstərir ki, Allahı yad etmək ruhi sakitlik üçün mühüm amildir. Ancaq bu yeganə amil deyil. Depressiyanın çoxşaxəli səbəbləri. Bəzi insanlar dini ibadət və mənəvi həyat vasitəsilə depressiyadan qoruna bilərlər. Lakin başqa insanlar müxtəlif səbəblərə görə tibbi və ya psixoloji yardıma ehtiyac duya bilərlər. Çünki depressiya tək bir səbəblə izah edilə bilməyən mürəkkəb psixi vəziyyətdir. Onun yaranmasına təsir edən amillər müxtəlifdir. Psixoloji səbəblər, məsələn, uzun müddətli stres. İctimai səbəblər, tənhalıq, sosial təcrid. Bioloji və irsi amillər. Bəzi hallarda depressiya hormonal dəyişikliklər, tibbi müalicələr və ya dərmanların yan təsirləri nəticəsində meydana çıxa bilər. Bu, sadəcə ümidsizlik və ya məyusluq hissindən doğan ruhi vəziyyətdən fərqlənir. Deməli, depressiya keçirmək hər zaman mənəvi zəiflik və ya dini qüsur demək deyil. Bəzən bu, insanın həyatında baş verən ağır və sarsıdıcı hadisələrə təbii bir reaksiyadır. Həssas və bütöv yanaşma. Depressiya çoxşaxəli bir məsələ olduğuna görə ona həssaslıq və diqqətlə yanaşmaq vacibdir. Ən doğru yol bütöv yanaşmadır. Din və iman insanı ümidsizlikdən qoruyan mühüm dayaqlardır. Eyni zamanda bioloji və fiziki səbəblər mövcud olduqda peşəkar tibbi və psixoloji yardım da zəruridir. İman və müalicə bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayan iki mühüm dayaqdır.